Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 12 iyun tarixində bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, yay fəsli yaxınlaşıb, daha doğrusu yay fəslindəyik və ən çox tükətdiyimiz qidalardan biri də məhz dondurmadır. Lakin dondurma alarkən diqqət etməli olduğumuz bir sıra vacib məqamlar var və bugün ondan danışacağıq. Belə ki, Milli Ağza açıqlama verən qida mütəxəssisi Məsəd Hüseynova deyir ki, ilk növbədə məhsulun istehsal tarixinə və son istifadə tarixinə mütləq diqqət etməlisiniz. Tarixi keçmiş və ya son istifadə tarixinə az qalmış dondurmalar mikrobioloji risk daşıya bilirlər. Bundan əlavə, dondurmalar -18 dərəcə temperaturda saxlanılmalıdır. Əgər məhsulun üzərində don açılıb yenidən donubsa, bu təkrar dondurulduğunu göstərir ki, və belə dondurmaların da zəhərlənmə riski mütləq ki böyükdür. Qablaşdırmanın forması dəyişibsə və ya içərisində buz kristalları varsa, bu artıq təhlükə siqnalıdır. Bundan əlavə, qeydiyyatçız köşklərdən, günəş altında saxlanılan dondurmalardan uzaq durmaq məsləhətdir və qeyd eləyək ki, tanınmış və etibarlı markaların məhsullarına üstünlük vermək daha yaxşı olardı və xüsusilə qablaşdırmanın üzərində AZS standartı və ya müvafiq sertifikatların olması məhsulun daha təhlükəsiz olduğunu göstərir. Odur ki, bu dediyimiz detallara diqqətlə qulaq asın və həmin o sertifikatlaşdırma və yaxud da ki, tarix məsələsinə günün altında olmadığından əmin olduğunuz dondurmaları alsanız, bundan daha çox zövq ala bilərsiniz.